Salam əziz şagirdlər, bugün mən sizə Hilal kurslarının 9 noyabr tarixində keçirdiyi mövzu sınaq 2 imtahanının Azərbaycan dili fənni üzrə suallarının izahını verəcəm. Başlayaq birinci sualdan. Uyğunluq hansı bənddə pozulub? Sözün orfoqrafiyası ilə orfoepiyası eynidir. Orfoepiya bilirik ki, tələffüz orfoqrafiya yazılış deməkdir. Hambal sözü hambal kimi yazılır və eyni tələffüzü olduğu üçün burada uyğunluq gözlənilmişdir. Sözdə yalnız gen saitlər var. Gen saitlər dedikdə biz sözün tələffüzünə baxmalıyıq. Dərəyə sözünün tələffüzü də dəriyə olduğu üçün bu sözdə yalnız gen saitlər yox, həm də qapalı saitlər var. Deməli, burada uyğunluq pozulmuşdur. Sözün yazılışı düzdür. Bəli, qəhrəman sözünün yazılışı düzgün verilib. Sözdə 2K səsi var. Bəli, kardioloq sözü K səsi ilə başlayır və K səsi ilə də bitir. Kardioloq sözü alınma sözü olduğu üçün sondakı Q'nı biz K kimi tələffüz edirik. Sözün tələffüzü düzdür. Bəli, bəyanat sözünün tələffüzü düzgündür. Bəyanat sözündə ikinci saitdə uzun tələffüz olduğu üçün burada da uyğunluq pozulmayıb. Cavabımız B bəndi. İkinci sual. Cümlələrin birində məcazi mənalı ifadə yoxdur. Onunla çox zarafat etməzdilər, xasiyyəti çox ağır adam idi. Burada ağır adam ifadəsi həqiqi yox, məcazi mənada işlənmişdi. Vətən üçün burnunun ucu göynüyürdü. Burnunun ucu göynüyürdü ifadəsi də burada məcazi mənada işlənmişdir. Həqiqi mənada işlənməyib. Həkimin verdiyi dərmanı ağzına su alaraq içdi. Burada dərmanı ağzına su alaraq içmək həqiqi mənada verilib. Bilirik ki, ağzına su almaq iki cür işlənir. Həm məcazi, həm də həqiqi. Məcazi mənada susmaqdır, lakin bu cümlədə həqiqi mənada ağzına su almaqdan söhbət getdiyi üçün bu cümlədə məcazi mənalı ifadə yoxdur. Oğlan hər şeyi bacarırdı, onun qızıl əlləri var idi. Qızıl əllər olmadığı üçün məcazi mənalı ifadədir və son olaraq E bəndi ona deyilən bütün acı sözlər iradəsini sındıra bilmədi. Acı sözlər burada nədir? Məcazi mənada işlənmiş ifadədir. Cavabımız C bəndi. Üçüncü sual. Qandır sözünün fonetik təhlili ilə bağlı hansı fikri əminliklə demək olar? Biz bilirik ki, qandır sözü iki cür düşünülə bilər. Qandır bir var, qandırmaq feil kimi. Bu zaman onun tələffüzü olur qandır. Bir də qandır vurusu ilk hecəyə düşəndə isim kimi düşünmək olar. Bu zaman tələffüzdə rı samitini yazmırıq. A bəndi yazılışı ilə deyilişi fərqlənmir. Biz bunu əminliklə deyə bilmərik. Çünki bizə şərtdə söhbətin hansı qandırdan olduğu verilməyib. Yəni qandırmaq burada feildə ola bilər. Yazılışı tələffüzü fərqlənməz. İsim kimi olduqda isə yazılışı tələffüzü fərqləndiyi üçün bu fikir doğru deyil. Yəni əminliklə deyə bilmərik bunu qandır sözü haqqında. Səslərin sayı hərflərin sayından azdır. Bunu da tam əminliklə deyə bilmərik. Çünki feil olduqda qandırmaq feili burada səslərlə hərflərin sayı bərabər olur. İsim olduqda isə səslər hərflərdən az olduğu üçün cavabımız B-də deyil. Cingiltili samitlə başlayıb cingiltili samitlə bitir. Gördüyünüz kimi tələffüzlərə baxanda bunu da tam əminliklə deyə bilmirik. Qandırmaq feili samitlə bitir, cingiltili samitlə, amma qandı ismi cingiltili samitlə bitmədiyi üçün C bəndimizdə doğru ola bilməz. Tərkibində iki qapalı hecə var. Hecə dedikdə biz sözün yazılışını nəzərdə tuturuq. Söz qandır deyə hecəyə bölündüyü üçün hər iki halda, hər iki tələffüzün yazılışı eyni qandır olduğu üçün tərkibində iki qapalı hecan olması doğrudur və yadımıza salaq ki, qapalı heca sonu samitlə bitən hecadır. Sonor samitlərin sayı 2 ədəddir. Bunu da tam əminliklə söyləyə bilmirik. Çünki qandırmaq feilinin tələffüzündə 2 dənə sonor samit, isimdə isə yalnız bir sonor samit var. Cavabımız D bəndi. Dördüncü sual. Asılı sözün son samitinin tələffüzünü nəzərə alaraq, kitabı sözü aşağıdakı hansı bənddə nöqtələrin yerinə yazıla bilər? Əxlaq sözünün sonunun q samitini burada olduğu kimi saxlayıblar tələffüzdə. Deməli, əxlaq sözündən sonra burada saitlə başlanan söz gəlməlidir. Əgər biz bura kitabı yazsaydıq, əxlaq sözünün son samiti burada K kimi yazılmalıydı, tələffüz olmalıydı. Ona görə A bəndi yanlışdır. B bəndi dilək. Burada y samiti K-y əvəzlənməsi baş verib, tələffüzdə K-y-yə keçib. Deməli, burada da nöqtələrin yerinə saitlə başlanan söz yazılmalıydı. Cavabımız B-də deyil.
Hüquq sözü doğru cavabdır, çünki hüquq alınma sözlərimizdəndir və ondan sonra samitlə başlanan söz gəldikdə hüquq sözündəki q samitini biz k kimi tələffüz edirik. Cavabımız C-dir. Yemək sözündəki k samiti dəyişmədiyi üçün, yemək sözü daha doğrusu üzr istəyirəm, dəyişdiyi üçün yemək sözündə xıştrixə keçir tələffüz. Burada isə yemək sözündəki k-nı dəyişməyiblər, ona görə də bu yanlışdır. Ümumiyyətlə, burada tələffüz düzgün deyil. Uşaq sözünün də tələffüzündə ya x olmalıydı, ya da ğ olmalıydı. Q kimi qalması düzgün olmadığı üçün bu da doğru deyil. Cavabımız olur C bəndi. 5-ci sual. Hansı cümlədə leksik mənası olmayan söz də işlənmişdir? Bilirik ki, leksik məna dilimizdə sözlərin həm leksik, həm qrammatik mənası olur. Dilimizdə olan bütün sözlərin qrammatik mənası var, amma bütün sözlərin leksik mənası yoxdur. Leksik məna sözü deyərkən ağlımıza ilk gələn mənadır. Qrammatik məna isə onun hansı nitq hissəsinə aid olması deməkdir. A bəndində igidlərimiz vətən üçün canlarından keçdilər. Burada üçün sözünün leksik mənası yoxdur. Çünki üçün dedikdə bizim burada ağlımıza heç nə gəlmir. Cavabımız A bəndidir. B bəndində ətraf, mühit, qorumaq, borc, bu sözlərin hamısının leksik mənası var. Cavabımız B deyil. Şagirdlər kitabxanada toplaşdılar. Burada da hər üç sözün də leksik mənası var. Biz səhər idmanını etdik. Burada da 4 sözün 4-ünün də leksik mənası var. Axşam bərk şimşək çaxdı. Burada da 4 sözün 4-ünün leksik mənası olduğu üçün cavabımız A bəndidir. 6-cı sual. Müqayisə cədvəlinə əsasən altından xətt çəkilmiş sözlər əsasında doğru fikirləri müəyyən edin. İlk öncə biz burada da mütləq sözlərin tələffüzünü yazmalıyıq. Uşaq sözündən sonra samitlə başlanan şəkilçi gəldiyi üçün biz uşaq sözünü x kimi tələffüz edirik. Kömək sözündən sonra isə sait gəldiyi üçün biz kömək sözünü olduğu kimi tələffüz etməliyik. Daha doğrusu y kimi tələffüz etməliyik. Çünki kömək sözündə k-y əvəzlənməsi baş verdiyi üçün və ondan sonra sait gəldiyi üçün biz onu y kimi tələffüz etməliyik. Söz sonundakı samit öz qarşılığına keçmişdi. Xeyr, burada söz sonundakı q samiti öz qarşılığına keçməyib. Çünki q-nın qarşılığı k səsidir, k samitidir. Bu doğru deyil. Ğ samitinin kar qarşılığı işlənmişdi. Bilirik ki, ğ-nın kar qarşılığı x-dır. Bəli, uşaq sözünün tələffüzünə də baxanda burada x samiti işlənib. Sözdə 2 dənə k samiti işlənmişdir. Əlbəttə, bu fikir yanlışdır. Tələffüzünə də baxırıq ki, bir sözdə 2 dənə k samitin səsinin işlənməyini transkripsiyada verilbər deyirsə, bizdən soruşursa, biz tələffüzə baxmalıyıq. Tələffüzdə də burada yalnız bir k səsi var. Kar samitlə başlayıb, cingiltili samitlə bitir. Bu fikir doğrudur. Bəli, kömək sözü kar samitlə başlayır, y cingiltili samiti ilə bitir. Açıq dodaqlanmayan sait işlənmişdir. Uşaq sözündəki açıq dodaqlanmayan sait A, kömək sözündə isə açıq dodaqlanmayan sait ə saitidir. Bu fikir hər iki söz üçün ortaqdır. Qarşılığı olmayan samitlər işlənmişdi. Uşaq sözündə qarşılığı olmayan samitlər işlənməyib. Bu ortaq fikir olmayacaq. Çünki kömək sözünə aiddir bu fikir. Uşaq sözünə aid deyil. İndi qayıdırıq suala. Bizə doğru fikirləri dediyi üçün biz 2-ni, 4-ü və 5-i götürəcəyik. Cavabımız olacaq B bəndi. 7-ci sual. Verilmiş sözlər üçün ortaq olmayan fikirləri seçin. Yenə də burada biz sözlərin tələffüzünü unutmamalıyıq. Şifonyer sözünü biz tələffüz edəcəyik. Şifonyer. Bilirik ki, o saitin üzərinə burada vurğu düşmür. Ona görə də biz onu A kimi tələffüz edirik. Memuar sözü isə olduğu kimi tələffüz olunduğu üçün. İndi biz ortaq fikirlərə variantlarda baxa bilərik. Birinci, ahəng qanuna tabe deyil. Bəli, həqiqətən də hər iki söz ahəng qanuna tabe deyil. Bu ortaq fikirdir. Tərkibində dodaqlanan sait iştirak etmir. Şifonyer sözündə dodaqlanan sait iştirak etmir, amma memuarda iştirak edir. Deməli, bu ortaq fikir deyil. Tərkibində həm kar, həm də cingiltili samit var. Bəli, şifonyer sözündə həm kar, həm cingiltili samit var. Lakin memuar sözündə kar samit olmadığı üçün bu fikir də ortaq deyil. Sait səslərdən heç biri uzun tələffüz olunmur. Bəli, bu ortaq fikirdir, çünki hər iki sözün tələffüzünü yazmışıq və görürük ki, heç birisində uzanan sait yoxdur. Qarşılığı olmayan cingiltili samit səslər var.
Şifonyer sözündə qarşılığı olmayan cingiltili samit səslər n və r-dır, n və r. Memuarda da olduğu üçün bu fikirdə necədir? Ortaq fikir sayılır. Bizdən isə ortaq olmayan fikirləri istədiyi üçün seçirik 2-ni və 3-ü. 8. Cədvəldəki uyğunluğu pozan sözləri müəyyən edin. Q hərfi Q kimi tələffüz olunur. Kübar sözündə Q kimi tələffüz olunur. Diktafonda K kimi tələffüz olunur. Klinikada hər iki Q samiti K kimi tələffüz olunur. Daha doğrusu, deməli, kübar sözündə Q samiti Q kimi tələffüz olunur. Amma diktafon və klinikada Q kimi tələffüz olunmadığı üçün onların qarşısında çıx işarəsi qoyuruq. Q hərfi K kimi tələffüz olunur. Obyekt sözündə obyekt tələffüz edirik. Q hərfi K səsini ifadə edir, düzdür. Lütfkarda K səsi yoxdur. Keş və kar şəkilçisinin tələffüzü dəyişmir. Funikulyor sözündə yenə də K səsi olduğu üçün burada üstəgəl qoyduq. İndi bizdə şərtdən pozan sözləri istədiyi üçün biz hər iki tərəfdə qarşısında çıx işarəsi qoyulduğu sözləri götürməliyik. Cavabımız olur nə? 2, 3 və 5. Hansı sözün tələffüzü səhv verilmişdir? 9-cu sual. Şənlənmək sözünün tələffüzü düzgün verilib. Memarlıq sözünün tələffüzü ilk baxışda düzgün verilsə də, burada səhv verilib, yəni ilk baxışda bizə düzgün kimi görünə bilər. Çünki memarlıq sözündə e saiti uzanır. Biz dəfələrlə demişik ki, sözdə səs uzanması sözün yazış və tələffüzü arasında fərq sayılmasa da, həmin uzanmanı, yəni qoşa nöqtəni qoymamaq sözün yazış və tələffüzünün səhv verilməsi deməkdir. Döyüşkən sözünün tələffüzü düzgündür. Sərhədlər sözünün tələffüzü sərhədlər düzgündür. Uşaqdır yazırıq, uşaqdır deyirik. Çünki bu isimdir. İsmə artırılan dırdır, durdur şəxs sonluğunu biz dı, dudu kimi tələffüz edirik. Bu da doğru olduğu üçün cavabımız B bəndidir. 10-cu sual. Hansı söz hecalara səhv bölünmüşdür? Quş üzümü. Quş üzümü mürəkkəb sözdür. Qaydamız var idi ki, mürəkkəb sözləri biz hecəyə bölməmişdən qabaq, onların arasında heca xətti qoymalıyıq. Quşdan sonra heca xəttini qoyuruq. Yəni, quş və üzüm sözlərini ayırmalıyıq. Daha sonra quş sözünü ayrıca, üzüm sözünü də ayrıca hecaya bölməliyik. Quş sözü də tək hecalı söz olduğu üçün bu yanlış bölünmüşdür. Yəni, cavabımız bizim A bəndi olacaq. Quş sözünün heç bir hərfi üzüm sözünə keçə bilməz. Yəni, birlikdə bir hecada ola bilməz. Pişik otu. Gördüyünüz kimi bu da mürəkkəb sözdür. Bunu tamamilə doğru bölüblər. Pişiklə otu sözünü ayırdıq. Gördük ki, düzgün bölüblər. İt burnu da həmçinin mürəkkəb sözdür. İtlə burun sözünü ayırdıq. Bunu da düzgün bölüblər. İpək qurdu mürəkkəb sözdür. Yenə də bunu da düzgün bölüblər. Dəvə quşu da mürəkkəb söz olduğu üçün bu sözlərin hamısı tamamilə düzgün hecalara bölünmüşdür. Cavabımız A bəndi. 11-ci sual. Əvvəlində müvafiq işarələr qoyulmuş sözlər əsasında cədvəldəki uyğunluğu müəyyən edin. Qaranlıq gecələr olmasa, ulduzlar da parlamazdı. Qaranlıq sözü və ulduzlar sözünün qarşısında işarələr qoyulub. Gəlin yenə də həmin sözlərin tələffüzünü yazaq. Qaranlıq sözünün tələffüzü olacaq qaranlıq. Ulduzlar sözünün isə tələffüzü olacaq ulduzlar. İndi gəlin baxaq. Əvvəla dördkünc işarəsinin qabağında doğruda gəlin baxaq görək nə yazılıb. Yazılışı ilə deyilişi arasında iki fərqli məqam var. Həqiqətən də qaranlıq sözünün yazılışı və tələffüzü arasında iki fərqli məqam var. Bu doğru fikirdir. 3 samitin qarşılığı yoxdur. Qaranlıq sözündə R, N və N. 3 dənə samitin həqiqətən də qarşılığı burada yoxdur. Yanlışdır. Bir samiti kardır. Qaranlıq sözündə bəli bir samit kardır. O da X samitidir. Bu da doğru fikirdir. 3 samitin qarşılığı yoxdur. Üçbucaq işarəsi ulduzlar sözünün qarşısındadır. 3 samitin qarşılığı yoxdur. Ulduzlar sözündə L və R samitinin qarşılığı yoxdur. Yəni burada 3 dənə yox, 2 dənə samitin qarşılığı olmadığı üçün bu fikir səhvdir. Çünki tələffüzdə digər ikinci lar sözün şəkilçisindəki L samiti D-ya keçib. Tərkibində 2 kar samit var. Ulduzlar sözünün tərkibində kar samit ümumiyyətlə yoxdur. İndi gəlin baxaq, bizə nədir? Cədvəl üzrə uyğunluğu müəyyən edin. Uyğunluğu müəyyən edin deyirsə, biz doğruda doğruları, yanlışda da yanlışı götürməliyik. Yəni cavabımız olacaq 1,
2, həqiqətən də qaranlıq sözünə aid olanlar. Bir də yanlış cavabımız olacaq 5. Cavab oldu 1, 2 və 5. 12-ci sual. Hansı birləşmənin aslı tərəfi yalnız kar samitlərdən ibarətdir? Aslı tərəf dedikdə soldakı birinci söz nəzərdə tutulur. Kar samitdə dedikdə mütləq biz sözün tələffüzünə baxmalıyıq. İşıq dünyasını biz işıq dünyası tələffüz edirik. Çünki qıdan sonra samit gəlmişdir. Cavabımız elə A bəndidir. Çünki işıq sözündə cingiltili samit yoxdur. Palıd ağacı birləşməsində D samitinin tələffüzü dəyişmir. Çünki ondan sonra sait gəlib və L samiti də cingiltili olduğu üçün burada cingiltili samitlər iştirak edib. Cavabımız nədir? B deyil. Soyuq su, bəli, soyuq suda da qını biz X kimi tələffüz edirik. Lakin burada Y samiti cingiltili olduğu üçün cavabımız C-də deyil. Pələng balası. Pələng sözündəki G samitini biz Q kimi tələffüz etməyimizə baxmayaraq, burada L və N samitləri cingiltili olduğu üçün D-ni də çıxdıq. Sevinç hissində C-ni biz Q kimi tələffüz etdiyimiz üçün burada da V və N samiti olduğu üçün cavabımız E-də deyil. Yəni işıq dünyası doğru cavabımızdır. Cavabımız olur A bəndi. 13-cü sual. Hansı sözün səs və hərf tərkibi arasında daha çox fərq var? Poema yazırıq, bilirik ki, O və E saitlərinin arasına biz həm Y samiti artırırdıq, həm də O saitin üzərinə vurğu düşmədiyi üçün tələffüzdə keçirdi A-ya. Poema. Burada neçə dənə fərq oldu? 2 dənə. Hoppanmaq sözündə ikinci kar samit öz cingiltili qarşılığına keçir. N samiti ondan sonra M samiti gəldiyi üçün M-ya keçdi. Q samiti də X-ya keçdi. Deməli, burada neçə dənə fərq oldu? 3 dənə. Natrium sözündə I ilə onun arasına Y artırılır. Burada da bir fərq oldu. Qanadlanmaq sözündə BDGC qaydasına görə D keçdi T-ya. T-dan sonra L gəldiyi üçün bu keçdi D-ya. N-dan sonra M gəldiyi üçün keçdi M-ya tələffüzdə. Q-da keçdi X-ya. Burada 4 fərqli məqam oldu. Realizm sözünün isə yazılışı və tələffüzü dəyişmir. E ilə A müxtəlif cinsi qoşa saitlərin yazılışı və tələffüzü dəyişmirdi. Yəni burada 0 fərq var. İndi gəlin baxaq, ən çox fərq hansı sözdə oldu? Təbii ki, qanadlanmaq sözündə 4 dənə. Cavabımız E bəndidir. 14-cü sual. Dostpərəstlik sözündə hansı samitlər işlənməyib? Dostpərəstlik sözünü yenə də biz ilk öncə nə etməliyik? Tələffüzünü yazmalıyıq. Dost sözü S-tı ilə bitdiyi üçün, ondan sonra samitlə başlanan şəkilçi gəldiyi üçün burada T samiti tələffüzdə düşür. Dostpərəst, yenə də T samiti düşür. L samiti dəyişir olur D-ya və Q samiti də olur X'. İndi gəlin görək, hansı samitlər burada işlənməyib. L samiti işlənməyib, tələffüzündə L samiti yoxdur. D samiti işlənib. Söz elə D samiti ilə başlayır. T samiti işlənməyib, bunu da götürürük, 3'ü də götürürük. 4'də X' samiti işlənib. Q samiti işlənməyib. R samiti dostpərəstlik, bu da işlənmişdir. Deməli, bizim cavabımız nə oldu? 1, 3 və 5. Cavabımız oldu A bəndi. 15-ci sual. Bir işi görərkən soyuqqanlı və təmkinli olmaq istəyirdi. Cümləsində Q samitinin düzgün tələffüzünü yazın. Əvvəla burada ilk Q samiti soyuqqanlı sözündədir. Soyuq sözü Q ilə bitdiyi üçün, ondan sonra samitlə başlanan söz gəldiyi üçün buradakı Q-nı biz X kimi tələffüz etdik. İkinci Q olduğu kimi qaldı. Təmkinli olmaq lazımdır, istəyirdi daha doğrusu. Niyə biz buradakı Q-nı kimi tələffüz etdik? Çünki ondan sonra saitlə başlanan söz gəlir. Deməli, bu cümlədə 3 dənə Q samiti var. Ardıcıl olaraq birincisini X kimi, ikincisini Q kimi, üçüncüsünü də Q kimi tələffüz edirik. Cavabımız A bəndi. 16-cı sual. Hansı söz verilən şərtlərdən hər ikisini ödəyir? Tələffüz zamanı səs artımı baş verir. Gəlin baxaq hansı sözdə səs artımı baş verir. Şaxtalıdır sözündə səs düşümü hadisəsi baş verir. R samiti tələffüzdə düşür. Səs artımı olmadığı üçün A-nı gəlin çıxar. Çünki bizə deyir hər ikisini ödəsin. B bəndi şairimizdir. A ilə İ-nin arasına Y artırdığımız üçün səs artımı baş verdiyi üçün hələlik bunu saxlayaq. Ələyri sözündə də İ saiti düşür. Burada da səs artımı hadisəsi olmadığı üçün bunu da çıxırıq.
Bədniyyətli sözündə də y saməti tələffüzdə düşdüyü üçün cavabımız D də ola bilməz. Bunu da çıxırıq. Anamla yazırıq, anamla deyirik. Ona görə burada da səs artımı hadisəsi baş verdiyi üçün cavabımız qalır B və E. Tələffüz zamanı səs dəyişimi baş verir. Deməli, biz elə söz seçməliyik ki, gəlin baxaq görək. Şairimizdir sözündə səs dəyişimi varmı? Xeyr, yoxdur. Çünki burada A ilə İ-nin arasına Y artırılır. Şairimiz və yenə də şəxs sonluğu olan dır-dir, durdur. Burada d-di-du-du kimi tələffüz olundu. Yəni, er samit tələffüz olunmur. Bu sözdə başqa səs dəyişimi yoxdur. Lakin anamla sözündə anamla yazırıq. Tələffüzü olur anamla. Ona görə də cavabımız E'dir. El samiti N ilə dəyişdiyi üçün, həm də səs artımı olduğu üçün şərtimizin ikisini də anamla sözü ödədi. Cavabımız E bəndi. 17-ci sual. Sözlərdən birinin yazılışı səhv, tələffüzü düzgün verilib. Sözün, baxaq görək, məşğələ. Məşğələ sözünün yazılışı düzgün verilib. Tələffüzü səhv verilib. Bizə lazımdır, yazılışı səhv olsun. A bəndi getdi. Hərəkat, bilirik ki, dilimizdə həm hərəkət sözü var, həm hərəkat sözü var. Ona görə də bu sözün yazılışı düzgün verilib, tələffüzü də düzgün verilib. B də getdi. Bizə lazımdır, yazılışı səhv olsun. Sünbül sözünün əlbəttə yazılışı səhvdir, çünki bu söz N samiti ilə yazılmalıydı. Tələffüzü isə doğru verildiyi üçün cavabımız C bəndidir. Müftə sözünün yazılışı düzgün olduğu üçün cavabımız D də ola bilməz. Tələffüzü də doğrudur. Məşhur sözü isə əvvəlcə ş gəlməlidir, sonra h gəlməlidir. Bunun da yazılışı səhv olduğu üçün, tələffüzü də səhv olduğu üçün cavabımız E deyil. Çünki bizə deyir ki, yazılışı səhv olsun, deyilişi isə düzgün olsun. Cavabımız 17-ci sualda C bəndi. 18. Tələffüz formasında verilmiş hansı sözlərin yazılışını müxtəlif cür izah etmək olar? Qənddan sözünün yazılışını biz yalnız qənddan kimi düşünə bilərik. Qənddan. Dadın sözünün mənasını biz bir şeyi dadın və dadın tutaq ki, ləzzəti xoşuma gəldi. Hər ikisinin də yazılışı eyni olduğu üçün yazılışını biz bunu müxtəlif cür düşünə bilmərik, izah edə bilmərik. Boya sözü, boya bir var rəng, bir də var boyamaq feili. Yəni bunun da yazılışı yalnız boya olduğu üçün cavabımız 2-də deyil. Qarıya sözü isə bəli, bunun yazılışını biz iki cür izah edə bilərik. Bir qaraya, yəni qara rəngə, bir də qarıya, yəni qoca qadına, hətta birlikdə yaşlanmaq arzu şəklində bu da qarıya olur, düzdür yazılışı. Lakin yenə də bunun iki müxtəlif yazılışı olduğu üçün qarıya sözünü götürəcəyik. Və həmçinin də körpüyə sözünü, bu da həm körpüyə yazıla bilər, bir yerdən digər yerə keçmək üçün bir yoldur, vasitədir. Bir də körpəyə formasında yaza bildiyimiz üçün bu sözün də yazılışını biz iki cür izah edə bilərik. Cavabımız olur bizim 3, 6 və 5. 5-ciyə də baxaq. Səndən. Səndən sözünün biz yazılışını həm səndən kimi düşünə bilərik? Səndən kömək istədim. Bilirik ki, dən şəkilçisi N samitindən sonra nən kimi tələffüz olunur. Bir də mən sənlə getmək istəyirəm. Burada da lə şəkilçisi nən kimi tələffüz etdiyimiz üçün bu sözün də yazılışını biz iki cür düşünə bilərik, izah edə bilərik. Cavabımız olur 3, 5, 6, D bəndi. 19. Hansı nümunədə x samiti g kimi yazılmalıdır? Diqqətli olaq, yazılmaqdan söhbət gedir. Ocağın sözü əlbəttə ki, burada x yox, g olmalıydı. Cavabımız A bəndidir. Gəlin digər variantlara da baxaq. Otaq sözündə əlbəttə g yazılmalıdır, g yox. Əlvanlıq sözündə g yazılmalıdır. Hazırlamaq sözündə g yazılmalıdır. Ayaqüstü sözündə də g yazılmalıdır. Cavabımız nə oldu? A bəndi. 20. Nöqtələrin yerinə hansı fikir yazılmalıdır ki, hər üç sözün üçünə də aid olsun? A bəndi, bütün sözlərin yazılışı yanlışdır. Səliqə səhman sözünün yazılışı düzgündür. Obyekt sözünün yazılışı düzgündür. Münbit sözünün yazılışı yanlışdır. Yəni A yalnız münbitə aiddir. Dil önü dodaqlanmayan sait var. Dil önü saitlərimiz E, Ə, İ, Ö, Ü. Dodaqlanmayanlar isə E, Ə, İ.
Dodaqlanmayan sait səliqə sözündə var. Dodaqlanmayan dilönü sait obyekt sözündə də var. Dodaqlanmayan və dilönü sait münbit sözündə də var. Hər üç sözə ortaq fikir B bəndində verilib. Cavabımız B-dir. Digər variantlara da baxaq. Sözlərin yazılışı və deyilişi arasında fərq yoxdur. Bəli, səliqə səhman sözünün də yazılışı və deyilişi arasında fərq yoxdur. Amma obyekt yazırıq, obyekt deyirik. Ona görə bu da hər üç söz üçün uyğun deyil. Bütün sözlərin yazılışı doğrudur. Bu da ortaq fikir deyil. Çünki münbit sözü n ilə yazılmalıdır. Səliqə səhman düz yazılıb, obyekt düz yazılıb. Amma münbit yanlış yazıldığı üçün bu fikirdə. Üç sözün üçünə də nədir? Ortaq deyil. Qarşılığı olmayan samitlərin hamısı cingiltilidir. Yanlışdır. Çünki səliqə səhman sözündə qarşılığı olmayan hı samiti var. O da kardır. Ona görə bu da nədir? Yanlışdır. Ortaq fikir deyil. Cavabımız B bəndi. Növbəti 21-25-ci suallar mətn əsasında cavablandırılmalıdır. Gəlin əlbəttə ilk öncə mətnimizi oxuyaq. Hər birimiz gün ərzində dəfələrlə əl sıxıb salamlaşırıq. Bu salamlaşma forması qədim tarixi var. Qədimdə kişilər özləri ilə silah gəzdirərdilər. Hər zaman döyüşə hazır olmaq üçün onlar silahı sağ əllərində tuturdular. Amma xoş məqsədlə görüşəndə silahı sol ələ keçirər, sağ əllərini bir-birinə uzadardılar. Bununla da onlar sülh niyyəti ilə görüşdüklərini nümayiş etdirərdilər. Salam sözünün özü də sülh, əminamanlıq deməkdir. Bir çox xalqların özünə məxsus salamlaşma adətləri var. Hindistanda hindlilər salamlaşarkən hörmət əlaməti olaraq ovucularını bir-birinə sıxır və əllərini sinəyə tuturlar. Qədim tarixə malik Hindistanda bu cür salamlaşmanı namaste adlandırırlar. Türkiyədə uşaq və gənclər yaşlılarla salamlaşarkən xüsusi hörmət göstərir, nəzakət nümayiş etdirirlər. Onlar əyilib böyünü əlindən öpür, alınlarını qoyurlar. Əllərindən öpür, alınlarına qoyurlar. Yaponlar salamlaşarkən bir-birinə baş əyirlər. Onlar öz böyükləri və müəllimləri ilə görüşərkən başlarını daha çox əyirlər. Göründüyü kimi salamlaşma adətləri müxtəlifdir, amma onların məqsədi eynidir. Görüşərkən qarşıdakı adama hörmət ifadə etmək. Gördüyünüz kimi belə bir maraqlı, məlumatlandırıcı bir mətnimiz var. Gəlin suallarla tanış olaq. Qədimdə kişilər salamlaşarkən silahı sola keçirir, sağ əllərini uzadırdılar. Bu hərəkətin məqsədi nə idi? Mətnin ilk abzasından da göründüyü kimi bu sülh niyyətini nümayiş etdirmək idi. Qarşı tərəfi yoxlamaq deyil, təhlükəni göstərmək deyil, döyüşə hazır olduqlarını bildirmək deyil, özündən güclü hörmət göstərmək deyil. Çünki döyüşə hazır olmaq üçün sağ əldə tuturdular, amma görüşəndə xoş məqsədlə görüşdüklərini bildirmək üçün tez bu silahı götürürdülər sol əllərinə. Ona görə cavabımız olur C bəndi. Qarşısında işarə qoyulmuş hansı sözün mənası düzgün verilməmişdi? Gəlin birinci baxaq. Deməli, hörmət, birinə göstərilən ehtiram, sayğı, hörmət. Bu düzdür. Köhnə zamanlara çox uzaq keçmişə məxsus və aid olan qədim, bu da düzdür. Bir müddət bir yerdə yaşamaq, qalmaq, keçirər sözüdür. Bunu səhv izah ediblər, düzdürmü? Məqsəd, məram, niyyət, bunu da düz veriblər. Hər hansı bir xalqın həyatında qədimdən bəri qəbul edilmiş ənənə, bu da çox güman ki, bəli, adət sözüdür. Ona görə bu da doğru olduğu üçün cavabımız bizim burada nədir? C bəndidir. Qədim zamanlarda salamlaşma nəyin göstəricisi idi? Əlbəttə, qədim zamanlarda salamlaşma sülh və etibarın göstəricisi idi. Təhlükənin əsla deyil, hörmətsizliyin deyil, üstünlüyün deyil, qorxunun deyil. Mətndə rəqəmlə verilmiş sözlərdən biri məcazi mənalıdır. Gəlin baxaq. Gün ərzində əl sıxıb salamlaşırlar. Həqiqətən də biz əl sıxıb salamlaşdığımız üçün bu həqiqidir. Hər zaman döyüşə hazır olmaq üçün onlar silahı sağ əllərində tutardılar. Təbii ki, bu da həqiqidir. Üçüncü sözümüz. Türkiyədə uşaqlar və gənclər, gənc sözü də təbii ki, burada həqiqi mənada işlənib, salamlaşarkən xüsusi hörmət göstərər. Hörmət film, cizgi filmi, qələm, kitab və s. bizim konkret olaraq, canlı olaraq gözümüzlə görəcəyimiz bir şeyin göstərildiyi bir şey olmadığı üçün, ona görə bu necə mənada işlənib? Məcazi. Və 5,
Bir-birlərinə həqiqətən də yaponlar nə edirdilər? Baş əyirdilər. Bu da həqiqidir. Deməli cavabımız nədir? 4. Və mətndə rast gəlinmir. Müxtəlif salamlaşma formalarına, bəli, Türkiyədə, Hindistanda, bir çox xalqların salamlaşma adətlərinə forma, bəli, baş əyirlər, əl öpürlər, bu formadır. Xalqların salamlaşma adətləri də Türkiyə, Hindistan rast gəlirik. Türkiyədə yaşlı insanlara münasibətdə, yəni ki, əl öpürük göstərilib, rast gəlinir. Namaste sözünün lüğəvi mənasını isə biz burada görmədik. Sadəcə nə yazıldı? Dedi ki, qədim tarixə malik Hindistanda bu cür salamlaşmanı namaste adlandırırlar, sinəyə tutub. Amma namaste sözünün konkret olaraq leksik lüğəvi mənasını biz mətndə görmədik. Salamlaşmanın məqsədini də bildik ki, bu da hörmət, etibar, güvən bildirdiyi üçün cavabımız olur bizim D bəndi. Bu qədər, hamıya uğurlar, sağ olun.